Tovuz rayonunda 2001-ci il təvəllüdlü Məmməd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Şahinə xəsarət yetirib. Hadisə ötən ilin sentyabrın 23-də rayonun Aşağı Quşçu kəndində baş verib. Məmməd həmin gün gecə saat 1 radələrində kənddə fəaliyyət göstərən ictimai yer hesab olunan 777 adlı kafedə müştəri qismində əyləşərək spirtli içki qəbul etdikdən sonra sərxoş olub. O, həmin vaxt kafedə müştəri qismində əyləşmiş Şəmkir rayonunun Sabirkənd kənd sakini Şahinin musiqi sədaları altında oynayan zaman ehtiyatsızlıqdan əlini onun kürək nahiyəsinə dəyməsini bəhanə edib, təpik və yumruq zərbələri ilə bir neçə dəfə onun sifət, həmçinin bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 127.2.3 ümumi təhlükəli üsulla və xulqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma və 221.1-ci xulqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşahidə edilən qərəzli hərəkətlər maddələri ilə ittiham elan edilib. İş üzrə ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, sentyabrın 22-sində Aşağı Quşçu kəndinə toy məclisinə dəvət alıb. Mən həmin tarixdə toy məclisində iştirak etdim. Toy məclisindən gecə saat təxminən 23 radələrində çıxdım. Həmin vaxt toy məclisində spirtli içki olan araq qəbul etdim. Toy məclisindən çıxdıqdan sonra dostlarım ilə birlikdə 777 adlı kafeyə getmək qərarına gəldik. Həmin kafeyə dostum Cavidlə birlikdə getdim. Biz kafeyə daxil olaraq orada girişdə sol tərəfdə oturdum və özümüz üçün spirtli içki olan pivə sifariş etdik. Bundan sonra isə yanımıza Cavidin tanışları olan 1-2 nəfər də gəldi. Həmin zaman orada təxminən bir bakal pivə içmişdim deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra stolda durub sanitar qovşağına gedib və bir qədər sonra geri oturduğu stola qayıdıb. Stola yaxınlaşan zaman bir nəfər şəxsin oturduğumuz stolda yanında oynadığını gördüm. Mən öz oturduğum stolun yaxınlaşan zaman dostlarım ilə birlikdə söhbət etdim və bir qədər də əyləndim. Pivə içən zaman stolun yanında ayaq üstə durmuşdum. Ayaq üstə olan zaman birdən-birə bir nəfər şəxsin əlinin kürək nahiyəmə dəydiyini bildim. Bundan sonra geri çevrildim, həmin şəxsi tanışım və ya dostum olmadığını gördüm. Həmin şəxs mənə əl uzadaraq üzr istəmək istəsə də, sərxoş olduğum üçün həmin şəxsin mənə sataşdığını zənn etdim. Bunun üçün də onun üz nahiyəsinə bir dəfə yumruqla zərbə indirdim. Mən yumruqla zərbə indirdikdən sonra zərər çəkmiş şəxs bir qədər uzaqlaşdı. Mən isə əsəbi halda olduğum üçün onun üzərinə tərəf getdim. Daha sonra ətrafda olan şəxslər bizim mübahisə etməyimizə münasibət bildirdi. Aramızda olan münaqişənin böyüməməsi üçün bizi araladılar deyə Məmməd ifadəsində göstərib. Məmmədin bildirdiyinə görə daha sonra ətrafda olan şəxslər tərəfindən kafedən çölə çıxarılıb. Həmin zaman zərər çəkmiş şəxs etdiyi hərəkətdən çox əsəbləşdim. Çöldə bir qədər gözlədim. Bundan sonra zərər çəkmişin çölə çıxdığını gördüm. Çölə çıxan zaman onun burnundan qan gəldiyini gördüm. Bundan sonra isə hadisə yerinə polis əməkdaşları gəldi. Polis əməkdaşlarının gəldiyini görsəm də mənim orada olduğumu görmədilər. Daha sonra dostlarım ilə birlikdə avtomobillə oradan uzaqlaşdım. Növbəti gün isə polis əməkdaşları zəng etdilər, məni Tovuz rayon polis şöbəsinə gəlməli olduğumu bildirdilər. Mən də polis şöbəsinə getdim. Orada dalaşdığım şəxsin Şəmkir rayonu Sabirkənd kənd sakini olduğunu bildim. Həmin şəxsin burnunun qırıldığını, məndən şikayətçi olduğunu öyrəndim deyə təqsirləndirilən şəxs ifadəsinə
belə yekun vurub. İş üzrə zərərçəkmiş qismində ifadə verən Şahinin sözlərinə görə təqsirlənən şəxsi əvvəllər tanımayıb, onunla hər hansı bir ədavətli düşmənçiliyi olmayıb. Həmçinin mənim təqsirlənən şəxs ilə hər hansı bir qohumluq əlaqəm yoxdur. Sentyabrın 22-sində saat təxminən 23 radələrində yaxın dostlarım olan Əmrah və Raufla birlikdə aşağı Quşçu kəndinin ərazisində yerləşən 777 adlı kafeyə pivə içmək üçün gəldik. Həmin kafeyə daxil olduq və içərisində özümüz üçün bir stol taparaq orada oturduq. Mən dostlarım ilə birlikdə təxminən 5-6 bakal pivə içdik. Bundan sonra keyfim yaxşı olduğu üçün oturduğum stoldan ayağa qalxdım və oynamaq üçün 20 manat ödəniş edərək Şəmkirin mahnısını ifa etdirdim. Daha sonra kafenin içərisində oynamağa başladım. Mən kafedə oynayan zaman kafenin içərisində təxminən 50-60 nəfər adam olub. Oynayan zaman həmin kafedə işləyən qızlar da məndən bir qədər kənarda özləri üçün oynayıblar. Mən ifa etdiyim mahnının sadaları altında bir qədər oynadım. Bu zaman oynadığım yerdə yaxın məsafədə olan bir nəfər şəxsin, yəni təqsirlənən şəxsin ayaq üstə stoluna yaxın dostları ilə olduğunu gördüm. Mahnının sədaları altında oynayarkən bilmədən ehtiyaclıqdan təqsirlənən şəxsin kürək nahiyəsinə dəydim. Bundan sonra təqsirlənən şəxs mənə tərəf çevrildi. Mən isə əlim ilə Məmmədin kürəyinə dəydiyim üçün ondan üzr istədim. Buna baxmayaraq təqsirləndirilən şəxs birdən-birə sağ əli ilə yumruqla bir dəfə üz nahiyəmdən zərbə indirdi. Zərbənin təsirindən özümü bir qədər pis hiss etdim və huşumu itirdim. Mən zərbədən sonra Məmməd dayanmadan yerdə üzərimə doğru gəldi. Bel nahiyəmdən bir neçə təpiklə və yumruqla vurdu. Bundan sonra orada olan şəxslər Məmmədi tutaraq mənim yerdən vurmasından qarşısını aldılar. Məmməd məni vurduqdan sonra burnumdan qan gəldi, deyə zərərçəkmiş şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Tovuz rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Məmmədin barəsində 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirlənən şəxsin üzərinə yaşayış yerinə axşam saat 22:00-dan səhər saat 8:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.